Sual: həqiqi Tanrı mövcuddurmu? Cavab: birinci nöqtə: bəli və Tanrı həqiqidir. 1 Yəhya 5:20. Biz bilirik ki, Tanrının oğlu gəlmiş və bizə anlayış vermişdir ki, biz həqiqi olanı tanıyaq. Biz həqiqi olanın içindəyik, onun oğlu isə Məsihin içindəyik. O, həqiqi Tanrıdır və əbədi həyatdır. Romalılara 3:4. Qətiyyən yox. Əksinə Tanrı həqiqidir, insanlar isə yalançıdır. Müqəddəs yazıda yazıldığı kimi, sən insanları mühakimə edəndə salih çıxırsan, səni mühakimə edəndə qalib gəlirsən. İkinci nöqtə: Tanrının mahiyyəti və həqiqi varlığı var İbranilərə 1:3. O, Tanrının izzətinin parıltısı, onun mahiyyətinin dəqiq surətidir. O, hər şeyi öz qüdrətli kəlamı ilə saxlayır. Günahlarımızdan təmizlənərək uca olanın sağında əyləşdi. 1 Yəhya 3:2. Əziz qardaşlar, biz indi Tanrının övladlarıyıq, amma gələcəkdə nə olacağımız hələ məlum deyil. Bunu bilirik ki, o zühur edəndə biz ona bənzəyəcəyik, çünki onu olduğu kimi görəcəyik. Üçüncü nöqtə: Tanrının öz surəti var Yaradılış 1:27. Tanrı insanı öz surətində yaratdı, onu Tanrının surətində kişi və qadın olaraq yaratdı. Dördüncü nöqtə: Tanrı mövcuddur, o həqiqi və diri Tanrıdır. Yeremiya 10:10. Ancaq Rəbb həqiqi Tanrıdır, diri Tanrıdır, əbədi padşahdır. Onun qəzəbi yer üzünü titrədər, millətlər onun qəzəbinə dözə bilməz. 1 Saloniklilərə 1:9. Çünki onların özü bizim sizə necə gəldiyimizi və sizin bütlərdən dönüb Tanrıya tərəf gəldiyinizi, həqiqi və diri Tanrıya qulluq etdiyinizi bildirirlər.